Məsələn, elə bir uşaq olur ki, məsələn, arxadadır da, çox dəcəldir. Onu mütləq önə gətirirəm. Çünki adətən elə uşaqları arxaya ötürürlər ki, qarşıda sinif dərs mühitinə mane olmasın. Amma mənim dərs metodikamda uşaqların yeri ön partalardır və gözümün qabağıdır. Yəni başınızın dinc olmağını siz qəbul etmirsiniz. Əksinə problemi göz önünə qoyursunuz. Salam, hər vaxtınız xeyir olsun, əziz Planet FM dinləyiciləri. Siz Azərbaycanın ilk elmi maarifləndirici radiosunu eşidirsiniz. Sizinlə mənəm Nigar. Bu andan etibarən zaman maşınında səyahətimiz başlayır. Və elə bir mövzuya toxunuruq ki, bugün sizinlə bütün dövrlər üçün aktualdır. Sadəcə yəqin dövrün tələblərinə uyğun olaraq yanaşma tərzi bir balaca dəyişir. Bunu bu sahənin mütəxəssisi ilə müzakirə edəcəyik yaxın bir saat ərzində və düşünürəm ki, hər biriniz üçün maraqlı olan müzakirə olacaq bu. Nə barədə danışacağıq? Müasir uşaqların və xüsusilə məktəb yaşlı uşaqların, məktəblilərin psixologiyasından danışacağıq. Çünki məhz psixopedaqoq qonağım var. Bugün həm söhbətim var zaman maşınında. Aygün xanım Əliyeva mənimlə yaxın bir saat ərzində bərabər olacaq. Aygün xanım, salam, xoş gəlmisiniz. Təşəkkür edirəm ki, dəvətimizi qəbul etdiniz və gəldiniz. Salam, mən də sizi salamlayıram. Xoş gördük. Dəvətiniz üçün də ayrıca təşəkkür edirəm. Aygün xanım, müasir uşaqların psixologiyası nə ilənsə fərqlənir əvvəlki dövrdəki uşaqlardan? Yoxsa elə psixologiyadır və onun heç bir kənar faktorla əlaqəsi yoxdur? Klassik psixologiyaya qalanda, bəli, hər bir yaş dövrünün öz psixoloji xüsusiyyətləri olur. Məsələn, deyək ki, 3-5 yaşda uşaq bir fərqli inkişafına görə müəyyən bir psixoloji faktorları özündə əks etdirə bilir. Məsələn, daha sonra gəlirik 5-6 yaş, artıq məktəb astanasında olan uşaqların psixoloji durumları bir başqa fərqli olur. Çünki get-gedə yaş artdıqca onların inkişaf durumları da dəyişir. Və artıq yeniyetmə psixologiyası və daha sonra gənclik və daha sonrası. Yəni klassik psixologiyaya baxdıqda hər bir şey öz qaydası ilə, öz axarı ilə irəliləyir. Amma müasir dövrümüzün, müasir o belə deyək də tendensiyanın yaratdığı uşaqlarda, yəni müşahidə etdiyimiz bəzi xüsusiyyətlər var ki, əvvəlki illərdə, əvvəl dediyim bir 20 il bundan öncəki illərdə çox da müşahidə olunmurdu. Bəlkə də qabardırmırdı bu qədər. Yəni indiki belə deyək, sosial şəbəkələrin daha aktiv olduğu bir dövrə gəlib çıxmışıq. Həmin dövrlərdə sosial şəbəkələr o qədər aktiv değildi və psixologiya sahəsi də o qədər çox yayğın değildi. Amma psixoloqlar belə deyək, çoxaldıqca, öz işlərinə daha çox önəm verdikcə, belə deyək, mən bir müəllim olaraq, yəni bu sahəyə müəllim olaraq başlamışam və psixologiya mənim diqqətimi niyə çəkdi? Həmin o problemlər, həmin o siz vurğuladığınız şərtdə olan bu söhbətlər ki, mənim diqqətimi çəkdi. Yəni niyə bir uşaq, belə deyək də, yəni part arxasında otururdu, həmin dönəmdə öyrənə bilirdi, amma bugün yenə həmin, ondan da yaxşı şərait yaradılıb, amma bugün öyrənə bilmir. Və yaxud da bugün başqa problemlər yaranır. Təbii ki, bunlar bizim hər birimizi həm bir valideyn kimi düşündürür, həm bir müəllim kimi düşündürür və ona görə də öz ehtiyacı gərəyində o digər elmlər sahəsində də özümüzü inkişaf elətdirməyi, belə deyək də, bir zərurət kimi qoydu bizim qarşımıza. Yəni fərq ondadır ki, əvvəlki illərlə indiki illərin arasında bolluqdur. Yəni hər bir barədə bolluqdur. Məsələn, mən öz uşaqlığımızla indiki dövrün uşaqlarını müqayisə edəndə, yəni bizim kiçik bir evimiz vardı, hər bir kəsin, yəni bizim yaşlı nəsildən danışıram. Hər birimizin kiçik bir evi vardı, valideynlərimizin müəyyən müddətli bir iş saatı vardı və müəyyən saatdan sonra valideyn övladı ilə vaxt keçirə bilirdi. Amma indiki bugünkü tələbata baxdıqda artıq görürük ki, çox şey dəyişib. Düzdür, indi olanlar əvvəl olanlarımızdan daha çoxdur, amma diqqət və qayğı indiki dövrdə bir balaca azlığı ilə özünü göstərir. Onun üçün də bəli, bir sıra, yəni diqqət və qayğı azlığı özünü bir çox şaxəli şəkildə, yəni özünü göstərir, problemlər şəklində özünü göstərir. Aygün xanım, mən sizinlə tam razıyam və dəqiq misal çəkmək istəyirəm. Biz təbii ki, hamımız məktəbdə oxumuşuq. Hamımız, yəni müəyyən dövrlərdə, sadəcə illər fərqli ola bilər, məktəbdə sinif yoldaşlarımız olub. Bax, qeyd etdiyiniz şagirdlərin, məktəb yaşlı uşaqların psixoloji vəziyyətini vurğulamaq istəyirəm. Mən özüm 90-cı illərin əvvəlində məktəbə getmişəm. Bu dövrün necə çətin bir dövr olduğunu məncə xatırlatmağa ehtiyac yoxdur.
Yəni həm məktəbin özünün, tədris sisteminin özünün islahatları baxımından. Məsələn, mən məktəbə gedəndə biz Kiril əlifbasını öyrənməyə başladıq. Daha sonra Azərbaycan müstəqillik qazandı 91-ci ildə. Mən 90-ın sentyabrında getmişəm məktəbə. 91-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdi və biz ilkin dövrdə Latin qrafikalı Azərbaycan əlifbasına keçdik. Amma o əlifbanı xatırlayırsınız yəqin ki, A hərfinin üstündə 2 nöqtə ilə Ə hərfini ifadə edirdik və ibtidai sinifdə təhsil alan şagirdlərə təsəvvür edin. Kiril əlifbasından sonra başladılar bu əlifbanı öyrətməyə. Daha sonra Latin qrafikalı Azərbaycan əlifbasını başladılar bizə öyrətməyə və daha bir eksperiment bu azmış kimi 3-cü sinifdən birbaşa 5-ci sinifə keçdik biz. Müəyyən dövr bilirsiniz bu tədris var idi və təbii ki, heç kimdən asılı olmayan və hamımızın həyatında necəsə bir neqativ təsirini buraxan 1-ci Qarabağ müharibəsi. Bu da baş verdi, məcburi köçkünlər gəldi və bir sinifdə əvvəl 25 nəfər şagird təhsil alırdısa, bunların sayı 45-ə bərabər oldu və sosial vəziyyət də necə idi, hamı bilir. Biz hətta yazmağa dəftər belə tapmırdıq. Daha sonra ölkədə enerji böhranı var idi və günün müəyyən saatlarında işığı söndürürdülər axşam vaxtı. Yəni ki, mənim həmyaşıdlarım bu dövrü çox yaxşı xatırlar. Amma məhz psixologiya baxımından deyirəm ki, o dövrün mən öz sinif yoldaşlarım və həmçinin özümdən misal çəkirəm. Məncə uşaqların psixologiyası çox yerində idi. Əslində bu qədər sosial problemin, bizdən asılı olan olmayan sosial problemin içində uşaqlar daha fərqli olmalıydılar, özünə qapanan olmalıydılar, hansısa bir həssas mövzularda daha çox aqressiya nümayiş etdirməlidir. Amma belə deyildi. Biz sadəcə öz uşaqlığımızı yaşayırdıq. Yəni sözün əsl mənasında məktəb illərdə hər birimizin həyatında ən yadda qalan illər olub. Və indi bax sizin qeyd etdiyiniz bu bolluq şəraitində, bu inkişaf şəraitində, Azərbaycanda hər şeyin bu qədər əlçatan olduğu bir dövrdə sosial şəbəkələr, internet, dərsliklər elektron formadadır. Nə bilim, rəqəmsal məktəb platforması var. Xüsusi chatbotlar var. Şagirdin istənilən sualını cavablandırır. Elektron dərsliklər, müəllimlər şagirdlə dost olmalıdır prinsipi tətbiq olunur. Amma yenə də uşaqların psixologiyası sanki o deyil. Nə ilə bağlıdır bu? Çox düzgün qeyd elədiniz. Əslində mənim öz məktəbli dönəmlərim də siz vurğuladığınız tərzdə keçib, elə bilin ki, elə mənim uşaqlığımı təsvir elədiniz. Bəli, həmin dövrdən biz nə qədər də çətinlik görsək, yəni bunu yansıtmırdıq. Bizim düşüncəmizdə ancaq belə bir şey var idi ki, biz bu çətinliyi görürük, tamamdır, amma yəni biz valideynlərimizi daha da incitməməliyik. Biz heç olmasa valideynlərimiz bizdən sevinməlidir. Bizim qiymətlərimizi görüb, bizim təhsilimizi görüb, davranışımızı görüb hər baxımdan sevinməlidir, qürur duymalıdır. Bizim düşüncəmizdə yalnız bu var idi. Amma məsələn indiki deyək ki, şagirdlərimə yaxınlaşıb hər hansı bir sual verirəm. Məsələn, sual verirəm ki, böyüyəndə kim olmaq istəyirsən? Hələ düşünür. Amma bizim o zamanda bir cavabımız vardı. Bir hədəflərimiz vardı, arzularımız vardı. Yəni sanki uşaqlara bunu belə, yəni düşündürən bir mühit yoxdur. Düzdür, bolluq var, amma bir proqramsızlıq da var. Bir plansızlıq var, hədəfsizlik var. Çoxdur hər bir şey. Sanki bir dəryaya girmisən, amma yəni bilmirsən ki, sən hardan yol tapıb gedəcəksən irəliyə. Yəni bu yolu cızmaq lazımdır. Bir planlı, proqramlı bir şəkildə bunu çatdırmaq lazımdır şagirdlərin düşüncəsinə. Bəli, sosial şəbəkələrdən də istifadə etmək düzgündür, lazımdır. İndiki dövrümüzdə yəni bunlardan kənar qalmaq olmaz. Bəzən valideynlər şikayətlə gəlirlər ki, telefona çox baxır uşaq. Telefon lazımlı bir şeydir. Telefonu kənara ata bilmərik. Hər birimizin bu dəqiqə işi, yəni sosial durumu bizi telefondan asılı vəziyyətə sanki gətirib salıb. Amma onu da müəyyən qrafiklə, yəni faydalı və nəzarətli şəkildə istifadə etmək üçün verməliyik. Təbii orada proqram yaradan şagirdlərimiz var. Xarici olimpiyadalarda uğur qazanan çox şagirdlərimiz var. Mən nümunə göstərə bilərəm. Hətta ucqar kəndlərdən belə uğur qazanan şagirdlər var. Bu nəyin nəticəsindədir? Bəs niyə digər, yəni bir böyük çoxluq bunu bacara bilmir? Nəyə görə? Təbii ki, o plansızlıq və proqramsızlığın nəticəsindədir. Deyir, nə qədər inci saflığı varsa da suda, ola bilər biraz yanlış çatdıraram fikrimi, Nizami Gəncəvinin birinci saflığı varsa da suda, bəli, artıq içiləndə dərd verir o da. Yəni hər bir şeyi qədərində istifadə etmək mənə elə gəlir ki, vəziyyəti nisbətən düzəldə bilər. Bəs bu plansızlıqla necə mübarizə aparmaq olar? Plansızlıqla ümumiyyətlə, yəni bir uşağın tərbiyəsində
yəni başlamaq lazımdır onu. Uşağın ilkin tərbiyəsinə başlanan vaxtda, yəni uşağın yeməyi, daha sonra dincəlməyi, oyun saatı, gəzinti saatı, bunlar hər biri rejimlə olarsa, yəni artıq böyüyəndə məktəb dövründə də, yəni bu adaptasiyaya alışmış bir uşaq məktəb dövründə də özünə rejim qurmağı bacarmalıdır. Yəni gününü, saatını özü bölməyi bacarmalıdır ki, mən artıq filan saatda nə işlə məşğul olmalıyam, filan məsələn dostlarımla necə vaxt keçirə bilərəm. Təbii ki, yəni indiki dövrdə biz asosiallaşmağı daha çox görürük, müşahidə edirik ki, uşaq sosiallaşa bilmir. Nəyin nəticəsidir? Ünsiyyət azlığının nəticəsidir. Təbii ki, yoldaşlarına vaxt ayırmalıdır. Biz o zamanlarda sinif yoldaşlarımızın evinə daha çox get-gəlimiz vardı. Bəlli bir məsələdir ki, internet yoxdur, televizorda bir çox kanallar yox idi, telekanalların da sayı az idi. Müəyyən uşaq verilişləri var idi. Təbii ki, o bizə bəs etmirdi və müəyyən bir ehtiyac duyurduq, ünsiyyət ehtiyacı və bunu da edirdik. Yaxın qonşuluqlar vardı. Məsələn, indi qonşuluqların sayı azalıb. Yəni ümumiyyətlə cəmiyyət olaraq geniş bir aspektdən baxsaq, yəni çox şeyin təsiri var buna. Bu plansızlıq, proqramsızlığı, yəni müəyyən qədər valideynlər də istiqamət göstərməlidir uşaqların inkişafında ki, yəni o öz planını, hədəfini qura bilsin və bilsin ki, sabahsı günü o nə edəcək, o özünü sabah harda görür. Yəni bax bu suallarla uşaqları sanki biraz oyatmaq lazımdır. Yəni bu yaxşı mənada oyatmaq lazımdır ki, sən sabah özünü harda görürsən, sən 5 ildən sonra özünü harda görürsən, 3 ildən sonra özünü hansı belə deyək də bir mövqedə görürsən, bəli. Yəni bu suallar artıq uşaqlarımızı düşündürməyə başlayacaq. Yəni ən başlıca səbəb uşaqlarımızı düşündürməməkdir. Məsələn, ekranın qarşısında, təbii ki, ekran qarşısında keçirdiyi vaxt onun o düşünmə səviyyəsini ləngidir, nitqini ləngidir, inkişafını ləngidir, fiziki inkişafını ləngidir. Baxın, yəni gün ərzində uşaqların fiziki davranışlarını müşahidə etsək, yəni üst-üstə bir məktəbə gedib gəldiyi vaxtı çıxsaq, elə bir fiziki məhdudiyyətləri olmur. Təbii ki, idmanla məşğul onları xaric edirəm. Yəni müəyyən bir idman məşğuliyyəti və yaxud da hər hansı bir zəka inkişaf etdirən oyunlar mı deyək, oyun saatı mı deyək, zəka oyunları hal-hazırda çoxdur, boldur, amma istifadə edən varmı? Nə qədər ailə bunu istifadə edir? Məsələn, 10 ailədən ikisində mən bunu müşahidə etməmişəm şəxsən. Belə deyək, çox az valideynlər var ki, biz onlara nadir tapıntı kimi baxırıq həqiqətən ki, uşağı ilə vaxt keçirir. Məsələn, 4-5 övladı var, amma 4-5-i də çox yaxşı yerlərdədir, çox yaxşı nailiyyətlər əldə edib. Həqiqətən də belə valideynləri biz çıraqla axtarırıq indiki dövrümüzdə. Yenə də gəlir çıxır nəyə? O problemlərin həlli kökü yenə də ailəyə gəlir çıxır. Ailədə diqqət, qayğı nə qədər çox ayrılarsa övlada, uşağa. Mənə elə gəlir ki, mümkünatı yoxdur ki, artıq o proqramdan çıxsın və yaxud da uğur qazanmasın. Ən əsas da bunu deyək. Aygün xanım, çox mühüm bir məqamı da qeyd etdiniz siz, ünsiyyətsizlik. Yəni bax dediniz ki, biz daha çox sosiallaşırdıq. Bəli, bu belə idi. Biz hər bayramı hansısa bir sinif yoldaşımızın evində qeyd edirdik. Və orada qeyd edib, yəni oturub bir-birinin sifətinə baxmırdıq da, məlum məsələdir. Biz ünsiyyət qururduq, söhbət edirdik, danışırdıq. Nə bilim, məsələn, yay tətilindən qayıtdıqsa, mütləq yay tətilində kim nə işlə məşğul olubsa, o barədə danışırdı. Sanki yeni xəbərləri hamıdan birinci ötürməyə çalışırdı. Hansısa filmə baxıbsa, onu təsvir edirdi. İndi isə mən müasir uşaqların nitqində daha çox hansısa kompüter oyunları barədə danışıqları eşidirəm və siz demişkən, bu zəka oyunları deyil heç də. Hansısa bir səviyyəni adlamaqdır məşhur oyunlarda. Bilmirəm, bəlkə də belə olmalıdır. Bəlkə də bizim düşündüyümüz doğru deyil. Bəlkə də biz millenialıq, o dövrün uşaqlarıyıq. Biz ümumiyyətlə çox unikal insanlarıq, milleniallardan söhbət gedir. Çünki biz bütün texniki inkişafı görmüş insanlarıq. Müasir texnikadan da istifadə edirik. İndiki uşaqlara çox belə qədim dövrün əşyası kimi gələn texnikadan da istifadə etmişik. Və bəlkə də müasir dövrün uşaqları belə də olmalıdır, bilmirəm. Alfa nəsli, Z nəsli bəlkə də belə olmalıdır. Bəlkə də onlar öz dövrlərində artıq bizim yaşımıza çatanda öz övladlarına biz belə deyildik deyəcəklər. Yəni hər dövrün öz tələbi var, məlum məsələdir. Amma məncə, yenə də deyirəm, psixologiya və pedaqogika ilə sahələrdir ki, onların təməl yanaşma prinsipləri var. İstənilən fərdə, istənilən insana və istənilən şagirdə, məktəbliyə, uşağa. Yəni o təməl prinsiplər dəyişmir məncə. Bu 19-cu əsrdə yazılan kimi, nə bilim, qədim Yunan filosoflarının dediyi kimidir yenə də. Bax, yenə də hara fırlatsaq, gəlib o məsələnin üzərinə çıxırıq. Ailədə diqqət və nəzarət olmalıdır və bu nəzarət də totalitar səviyyədə olmalı deyil də. Yəni valideyn avtoritar bir
üsul idarə tətbiq etməməlidir öz övladına ki, mən deyən olmalıdır. Təbii ki, uşağa seçim vermək lazımdır. Və müasir uşaqların öz qərarsızlığı, bax, nəsə onlardan soruşanda ki, böyüyəndə nə olmaq istəyirsən, uzun müddət düşüncəyə dalmağı, bəlkə də bu onlara seçim sərbəstliyinin verilməməsidir. Valideynlər öz görmədikləri uşaqlıq dövrlərini sanki öz övladlarının üzərində sınaqdan keçirirlər. Öz reallaşmayan arzularını övladlarının üzərində həyata keçirmək istəyirlər. Və bu da bəlkə də bir şəxsiyyətin formalaşmasına mane olur. Biz özümüz də fərqinə varmadan belə edirik. Bəli, çox düzgün vurğuladınız bunu ki, yəni valideyn uşağa seçim haqqı vermir. Nəyə görə uşağın fikri yoxdur? Çünki uşaq valideynin ağzına baxır. Valideynim nə deyirsə o olacam. Bəs nəticədə biz yəni o cür valideynlərin yetişdirdiyi uşaqlarda belə deyək, hərəkət edən robotlara dönüşür də. Yəni otur desə oturacaq, qalx desə qalxacaq. Bu şəkildə yetişən duyğusuz, hissiz, ruhsuz bir varlıq yetişir də, belə deyək. Yəni idarə olunan bir varlıq. Amma insan, axı biz insan haqqında düşüncələrimiz o cür deyil. Biz düşünürük ki, yəni insan şəxsiyyətdir, şəxsiyyət kimi yetişir. Məktəblərdə də qoyulan tələblər budur ki, yəni yalnız təhsil olsaydı hər kəs evində kitabını açıb oxuyardı və yəni bilik sahibi olardı. Yəni məktəblərin verdiyi, məktəblərin məqsədi orada şəxsiyyət yetişdirməkdir. Onun üçün də orada nəzərdə tutulan, yəni ümumiyyətlə mən son dönəmlərdə məktəblərdə aparılan o işləri çox bəyənirəm. Müasir metodist layihəsi məsələn, düzdür, çox yaxından iştirak etməsəm də kənardan izləyirəm, sosial şəbəkələrdə izləyirəm. Çox gözəl, məsələn, dərs dinləmələr aparılır. O dərslərdə hər bir məqama toxunulur. Məsələn, orada psixoloji məqamlar olur dərslərdə. Yəni onların öhdəsindən, yəni belə deyək də, müəllim və valideyn rol modeldir. Biz uşağa nəyi necə göstərsək, o da bizdən nümunə alacaq. Demək ki, burada valideyn və müəllim də yəni öz üzərində daima çalışmalıdır. Bizim hər hərəkətimiz, hər bir davranışımız, hətta geyimimiz, istifadə etdiyimiz aksesuarlara qədər uşağın diqqət mərkəzində olur. Bəzən mən ibtidai sinif məktəbində sinifdə çalışanda uşaqlar şəkillər çəkib gətirirlər, baxırdım, şəkil çəkib gətirirlər. Necə bütün detalların hər birinə diqqət yetirirlər. Yəni ki, biz uşaqların bu qədər diqqətli olduğunu biliriksə, demək ki, hər bir addımıza, hər bir detala, hər bir məqama diqqət etməliyik. Bayaq da vurğuladınız ki, o həssas şagirdlər olur, həssas durumlar baş verir və yaxud da hansısa bir sözdən inciyə bilir uşaq. Çox həssas qəlbli şagirdlərlə rastlaşırıq. Təbii ki, bunların hər birini, hər bir kəlməmizdə biz o cür ünsiyyət qurmalıyıq ki, o uşaq özünü tək-tənha hiss etməsin. Və yaxud da ola bilər ki, evdə hər hansı bir diqqətdən, qayğıdan kənar qalıb. O məktəbdə heç olmasa o kənarlaşmanı, o yadlaşmanı və təkləşməni hiss etməsin və ən azından məktəbdəki müəlliminə güvənə bilsin. Yəni məktəblərdə bundan ötürü həqiqətən çox gözəl işlər gedir. Mənim ətrafımda çox müəllim var və hər birinin də paylaşımlarını izləyirəm. Çox gözəl, yəni işlər görürlər bununla bağlı. Sadəcə bunun nəticəsi mənə elə gəlir ki, bir neçə il sonra özünü göstərəcək. Yəni mənim həqiqətən də gələcəyə inamım çox böyükdür. Çünki təhsildə aparılan islahatlar öz nəticəsini, töhfəsini verməyə başlayacaqdır. Düzdür, müəyyən bir imtahanlar, sertifikasiya və s. bunlar hamısı bizim gələcək nəslimizin inkişafı üçün çox mühüm addımlardır və çox dəstəkləyirəm həqiqətən ki, yəni məktəblərdə artıq belə deyək, ələnmə prosesi getdi və müəyyən qədər düzdür, hələ də biz görüb hiss eləyə bilməsək də, yenə də bayaq dediyim kimi, müəyyən illərdən sonra o öz töhfəsini verməyə başlayacaq. Əziz dinləyicilərimiz, müasir dövrdə uşaqlara psixoloji və pedaqoji yanaşma necə olmalıdır? Bu mövzuda birazdan söhbətimizi davam etdirəcəyik. Psixopedaqoq Aygün xanım Əliyeva bugün zaman maşınında mənimlə həmsöhbətdir. Kiçik bir fasilə, sonra qayıdırıq, dalğanı dəyişməyin. Əziz dinləyicilərimiz, səyahətimiz davam edir. Bugün psixopedaqoq Aygün xanım Əliyeva ilə bitib tükənməyən, əbədi olan məktəbli, şagird münasibətləri, müəllim münasibətləri, müasir məktəbli necə olmalıdır? Müasir məktəbli belə olmalıdırmı? Və yaxud da ümumiyyətlə müasir məktəbliyə hansısa bir şablonu tətbiq etmək doğrudurmu? Bu mövzular ətrafında söhbət edirik və Aygün xanım, mən bitib tükənməyən mövzulardan daha biri və yəqin ki, nə qədər bəşəriyyət varsa o qədər də aktual olacaq mövzu haqqında danışmaq istəyirəm, o mövzuya toxunmaq istəyirəm. Söhbət bullyingdən gedir. Mən bunu dəfələrlə öz fikirlərimdə verilişdə səsləndirmişəm ki, məncə yeniyetmələr dünyanın ən qəddar varlıqlarından biridir. Yeniyetmələr, ümumiyyətlə o yeniyetməlik dövrü elə bir dövrdür ki, insan bir fiziki haldan digərinə keçdiyi üçün
bəlkə də hormonların təsiri ilə, bəlkə də yəni böyümənin təsiri ilə bəzən özünü idarə edə bilmir və elə qeyri-adekvat davranışlara yol verə bilər ki, burada da əsas vəzifə valideyndən daha çox müəllimin üstünə düşür. Çünki o orta siniflər məhz bu dövrə təsadüf edir. Bəlkə də biz gələcək şəxsiyyətlərin təməlini həmən dövrdə qoymuş oluruq. Və bullyinqə də ən çox bu dövrdə sanki rast gəlinir. Mən belə düşünürəm. Belədirmi? Bunu soruşacağam sizdən və bullyinglə ümumiyyətlə necəsə mübarizə aparmaq mümkündür, yoxsa mümkün deyil? Bullying ümumiyyətlə çox düzgün vurğuladınız ki, nə qədər ki insan var, nə qədər insan topluluğu və cəmiyyəti var, o bullying həmişə var, olub və olacaq. Sadəcə biz bunun daha əvvəllər fərqində deyildik və çox da aşkar önəmsəmirdik. Yəni hər zaman olub. Bizim uşaqlıq dövrümüzdə də, indi də müşahidə eləyirik. Hətta böyüklər arasında da bullying olur, qohum-əqrabalar arasında da olur. Müəyyən növləri var onların. Müəyyən məsələn kiberbullying var, verbal bullying var, sözlü və ya sözsüz bullyinglər var və s. Və yaxud da sadəcə heç bir şeysiz, sadəcə hərəkətlərdən, davranışlardan hiss edirsən ki, sən artıq kənarda və tək qalmısan. Bullyinglə mübarizə aparmaq, biz onu müəyyən qədər, yəni fərqində olarıqsa müəyyən qədər, yəni bacararıq, yəni təbii ki, sinifdə qurulan müəyyən bir doğru mühitlərin, addımların, yenə də davranışların sayəsində. Bayaq yaxşı toxundunuz o məsələyə ki, yeniyetməlik yaşında uşaqlar bəzən aqressivləşə bilirlər, ipə sapa yatmaz olurlar. Ümumiyyətlə, yeniyetmə yaşında bu hala gəlib çatma uşaqlıq dövründən başlayır. Hər bir şeyin kökü gedir, bağlanır uşaqlıq yaşına. Məsələn, 5-6 yaş bu dönəmlərdə hansı ki, uşaq artıq özünü dərk edir və özünə olan münasibətə baxır. Ailənin ona münasibəti necədir, cəmiyyətin ona münasibəti necədir, məktəbdə ona münasibət necədir və onları sanki bir yaddaşına, bir video kasetin yaddaşına yazırmış kimi yazır. Və sonra yeniyetmə yaşında artıq onu aşkar etmək, əks etmə dönəmidir və onu necə yazıbsa, necə görübsə, o cürdə əks etməyə başlayır. Yəni əgər şiddət görübsə, həmin yaşlarda şiddətə meylli olur və yaxud da zorakılığa meylli olur. Təbii ki, o gördüklərini göstərir, belə deyə əks edir. Bəzilərdə görürsünüz ki, həmin dönəmi çox rahat atladır. Çünki xoşbəxt bir ailədə böyüyüb, belə deyək, xoşbəxt bir uşaqlığı keçir və onun üçün yeniyetməlik dönəmi də o qədər ağır keçmir. Və bir məsələ də var, Aygün xanım, autizm spektr pozğunluğu olan uşaqlar. Bu biz məktəbdə oxuyanda da var idi. Yəqin ki, valideynlərimizin dövründə də elə şagirdlər olur ki, deyirlər ki, o digərləri kimi deyildi. Məsələn, çox sakitdir, səsi çıxmır və adətən müəllimlər də o şagirdlərə heç nə demirdilər. Onlardan daha artığını yəni onlardan tələb etmirdilər və sonradan bu məsələyə diqqət yönəldiləndə artıq autizm spektr pozğunluğu olma ehtimalı yəni qabardıldı ki, bu uşaqlara xüsusi yanaşma lazımdır. Onlar təbii ki, digər uşaqlarla bir yerdə, digər şagirdlərlə bir yerdə təhsil ala bilərlər, sadəcə xüsusi yanaşma lazımdır. Əvvəl bu məsələlərin üstünə, əvvəl deyəndə mən 20-ci əsri nəzərdə tuturam ümumiyyətlə, o qədər də düşmürdülər və ona görə də bəlkə də cəmiyyətdən, öz şagird yoldaşlarından fərqlənən bu uşaqlar özlərini də doğrulda bilmirdilər. Elə onlar yəni sakit formada gəlib oturub fikrini yalnız bir nöqtəyə yönəldib, sanki dərs otağında da, amma dərs otağında deyil, fikri tamam başqa yerdədir. Və adətən müəllimlər də onlara irad bildirəndə fikrin kosmosdadır və yaxud da hara baxırsan, belə desələr də xeyri olmurdu, faydası olmurdu. İndi bax bu həssas qruplara xüsusi yanaşma var. Daha sonra uşaqların problemləri ilə maraqlanan məktəblinin dostu layihəsi var, məktəb psixoloqları var, xüsusi bax sizin kimi psixopedaqoqlar var. Pedaqogika, yəni insanları öyrətmə metodları və insanların psixoloji keyfiyyətlərinin tədqiqi bunların bir yerdə öyrənilməsi ümumiyyətlə çox maraqlıdır. Çünki yenə də deyirəm, biz şəxsiyyətin məktəbdə formalaşmasının şahidi oluruq. 18 yaşında, 17 yaşında insan məktəbi bitirirsə, bu artıq yəni tam cəmiyyətin tam hüquqlu bir üzvünə çevrilir. Ona görə də əsas proses məktəbdə getdiyinə görə bu məsələlərə xüsusi diqqətlə yanaşmaq lazımdır. Və bəzən elə olur ki, həssas qrupa aid olan uşaqlar, məsələn, ola bilər ki, uşaq natamam ailədə böyüyüb, ola bilər ki, ailədə, nə bilim, ata və anasının arasında hansısa problemlər var və bu uşağın psixikasına öz təsirini göstərir.
uşaqlar daha həssas olurlar. Məsələn, adi bir sinif yoldaşının sözündən, bullying cəhdindən və yaxud da müəllimin hər hansı bir sözündən inciyə bilər. Dünən də mən xəbər oxudum bu barədə. Görmə məhdudiyyəti uşaqlar üçün internat məktəbində baş vermişdi hadisə. Çox cüzi bir yəni hadisədən görmə məhdudiyyəti olan müəllim sadəcə şagirdlərdən birindən xahiş edib ki, şagirdin qiymətini qeyd etsin və yəqin ki, elə bu bullying səbəbindən şagird uşağa 5 yazmaq əvəzinə 2 yazıb məsələn. Və bu uşağa o qədər pis təsir göstərmişdi ki, o çox səhv bir addım atmaq ərəfəsində onun həyatını xilas ediblər. Yəni bax bu həssaslığın qarşısını almaq üçün nə etmək lazımdır? Bunun üçün yaxşı pedaqoq olmaq lazımdır, yaxşı psixoloq olmaq lazımdır. Şagirdlərə baxanda onların xüsusilə hansının bu həssas qrupa aid olduğunu necəsə müəyyənləşdirməyin bir metodu var. Bəzən ola bilər ki, bəli, sakitcə bir kənarda dayanıbsa, ümumi sinif yoldaşları qrupundan kənardadsa, bu artıq o dəqiqə gözə batan bir şeydir ki, nəsə uşağın biraz həssas məqamları var. Amma elə ola bilər ki, həddindən artıq emosional olsun, öz emosiyalarını sanki özünü təsdiq etmək istəsin cəmiyyətdə və bəlkə də o kənarda dayanandan daha da həssasdır o. Bax, bunu necə müəyyənləşdirmək olar? Bu incə sərhədi necə başa düşmək olar? Bəli, ümumiyyətlə sinif mühitində hər cür, hər təbiətli uşaq biz görüb müşahidə eləyəcəyik. O əslində hər bir şeyi çox gözəl vurğuladınız ki, ailədə olan çatışmalar, ana arasında olan narazılıqlar və s. falan hər biri o uşağa çox təsir edir. Yəni sanki havadan nəm çəkirmiş kimi o uşaq onların hər birini çəkir və yaddaşına, psixologiyasına həkk eləyir. Biz onları yenə də dediyimiz kimi kənarda sakit duruşuyla ayırıb müəyyənləşdirə bilərik. Göz təması qurmamasıyla, üst başının səliqəsinə baxaraq da bilə bilərik. Dərsə vaxtında gəlib gəlməməsi ilə baxa bilərik. Dərsi onun kimin aparıb gətirdiyini və hansı şəkildə qapıdan o uşağı içəri ötürürlər, hansı şəkildə qarşılayırlar. Bundan belə yəni sezmək olur ki, o ailədə artıq vəziyyət necədir, hansı şəkildədir. Sadəcə bir balaca diqqətli müşahidəçi olmaq lazımdır. Mən elə gəlir ki, bunları psixoloq nədir? Sadəcə yaxşı müşahidəçi, diqqətli müşahidəçi, hər bir bədən dilini analiz edə bilən, nə bilim, baxışından oxumağı bilən, içindən keçənləri duya bilən bir belə deyək də insandır, mütəxəssisdir. Yəni dərs izahı vaxtında o uşağın verdiyi suallardan, ünsiyyətə hansı mövzularla yanaşmasından artıq bilmək olar ki, nə necədir. Məsələn, danışanda səs tonundan belə uşağın ruh halını sezmək olur ki, bugün məsələn hərdən olur bəzən o cür şeylər sual verəndə, yəni danışanda, müşahidə eləyəndə uşağa sual verirəm ki, yaxşısanmı bugün? Nəsə baş veribmi? Təbii ki, hər kəsin içində yox, ayrılıqda, kənarda. Yəni mütləq o şeyləri sezəndə uşağa fərdi yanaşıb onu özünü dəyərli hiss etdirmək lazımdır. O dediyiniz hansısa o addımlar nədən baş verir? İnsan özünü dəyərsiz hiss edəndə. Bu xüsusilə yeniyetmə yaş dövrlərində, orta yaş məktəbli, düzdür, biz ibtidai siniflərdə o qədər də bunu müşahidə eləmirik, amma yuxarı artıq yeniyetməlik yaş dönəmindəki o hisslər, duyğular, o kontrolu hələ onlar tapa bilməyiblər. Həmin dönəmlərdə daha çox lazım olur ki, yəni onların yanında daha olaq, daha çox olaq, belə deyək, və onlar ürəklərini açıb deyə bilsinlər. Yəni deyir, bir baş ağıllıdır, iki baş ondan daha ağıllıdır. Xüsusilə bu bir mütəxəssis, bir böyük, bir belə deyək, kamil bir insan baxışıdırsa, təbii ki, yəni övladlarımızı bu yoldan ancaq biz xilas eləyə bilərik də. Onlar körpədir, onlar hələ həyatı öyrənməyib, həyat haqqında heç bir fikirləri yoxdur. Bu məqamda iş düşür məktəbdəki belə deyək personalın üzərinə və evdə ailə üzvlərinin üzərinə. Aygün xanım, bəs müəllim necə olmalıdır? Bax, müasir müəllim modeli, bu modeli təsvir etməyinizi xahiş edirəm sizdən və avtoritar olmalıdır müəllim, yoxsa əksinə şagirdin dostu olmalıdır? Çox gözəl bir mövzuya toxundunuz, təşəkkür edirəm. Adətən bizə nənələr yaxınlaşır, bəzən analar da yaxınlaşır ki, məsələn, dərsdə danışır, dərsi dinləmir, icazə verirəm, bir şillə vurun. Və yaxud da nənə deyir ki, bir dəfə bir nənə yaxınlaşıb ki, uşaq sizdən qorxmur. Müəllimə, uşaq sizdən qorxmur. Deyirəm ki, nənəsi, bəs uşaq sizdən qorxurmu? Deyir, yox. Deyirəm, bəs onda məndən nə üçün qorxmalıdır? Yəni sizə deyim də nəyə görə? Çünki evdə yəqin uşağı sizdən qorxutmaq istəyiblər ki, bax falan şey eləməsən müəllim ona görə. Bəli. Yəni elə edin ki, deyir, uşaq sizdən qorxsun.
Nəysə mən söhbəti bu məqamda çox uzatmadım. Amma yəni müasir müəllim elə olmalı deyil ki, uşaq bizdən qorxsun. Avtoritar məsələn sinifdə yalnız müəllimin söz haqqı var, digərləri danışmasın. Yox, belə bir şey yoxdur. Bayaq özünüz də vurğuladınız ki, hal-hazırda məsələn ibtidai siniflərdə alfa nəsli təhsil alır və onlar digər nəsillərdən belə deyək, daha ağıllıdırlar və daha zəkalıdırlar. Onların hər bir sualı o qədər gözəl, dərin suallar verirlər ki, bəzən özüm çaşıb qalıram, gözləmədiyim suallar eşidirəm onlardan və təbii ki, müəllim onların o suallarını, o ehtiyaclarını qarşılaya bilməlidir. Onların o emosional ehtiyaclarını təmin edə bilməlidir. Onların o xüsusi maraqları olur. O maraqlarını qarşılaya bilməlidir. Bundan ötürü də araşdırmaçı olmalıdır. Müasir dövrü izləməlidir. Məsələn, uşaqlar var ki, elə bir texnologiya ilə bağlı elə suallar verirlər ki, təbii ki, o texnoloji cəhətdən də müəllim özünü inkişaf etdirməlidir. Şükür Allaha, indi daha məktəblərimizdə elə bir müəllimlər yoxdur ki, artıq texnologiyanı istifadə edə bilməsin. Həqiqətən çox gözəldir. Mən çox bəyənirəm. Yəni ki, müasir müəllimləri izləyəndə, xüsusən gənc müəllimləri izləyəndə zövq alıram. Onların metodlarını hətta mən yaddaşa vururam ki, çox gözəl metodlar istifadə edirlər gənc nəslin. Xüsusilə o diqqəti az, amma marağı böyük uşaqların qarşısında duruş gətirə bilsinlər deyə. Yəni öz üzərində daim inkişaf etməlidirlər. Və nə qədər təcrübəli səslənsə də həmən müəllimlər öz dərs metodikalarında o metodları tətbiq edən müəllimlər vaxtilə avtoritar müəllimlərdən dərs alanlar olub. Yəqin ki, nəyisə dəyişmək istədikləri üçün bunu edirlər və mən də izləyirəm, bəli, görürəm, müxtəlif metodlardan istifadə edirlər. Hətta mənə bəzən gəlir ki, şagirdlərlə həddindən artıq səmimi münasibət qururlar, xüsusilə də ibtidai sinif müəllimlərindən söhbət gedir və həmişə yazılan şərhlərə diqqət edirəm Aygün xanım. Görürəm orada da yəni qınayanlar daha çox olur ki, belə müəllim olar, yəni müəllim belə olmur da. Daha sərt olun. Siz qeyd etdiyiniz kimi şagird sizdən qorxsun. Şagird sizdən qorxmasa, müəllimdən qorxmasa dərsi də oxumayacaq. Halbuki məncə hər şey sevginin əsasında qurulmalıdır. Şagird fənni sevməlidir ki, dərsi də oxusun. Yəni burada müəllim, həmişə bir söz var, deyirlər, müəllim fənni sevdirir və daha sonra şagird məhz müəllim faktoruna görə hansısa bir fənni öz sevimli fənninə çevirir. Ona görə də mən də bəyənirəm, xoşuma gəlir belə dərs metodikaları və alfa nəsli ilə, bəli, və ümumiyyətlə bu nəsillərin belə bölgüsü, bu da yəni şərti bir şeydir, məlum məsələdir. Heç kim Z nəsli daha yaxşıdır, nə bilim milleniallar, zoomerlər, boomerlər daha yaxşıdır demir. Bu şərti bir şeydir, yəni sosiologiya baxımından. Amma istənilən halda cəmiyyətin müxtəlif inkişaf dövrlərinə görə də fərqlənir təbii ki və hər biri də özünə məxsus yanaşma tələb edir. Və onların tələblərinə cavab verən, onların suallarını cavablandıran müəllimlərin olması da çox yaxşıdır. Çünki məncə əksinə olsa müəllim öz nüfuzunu itirəcək, nəinki şagirdlərlə daha səmimi münasibət qurmaq baxımından. Ən çox sizi təəccübləndirən nədir müasir şagirdlərin davranışından nəzərə alsaq ki, özünüz də ibtidai sinif müəllimisiniz? İbtidai siniflərdə ən çox məni təəccübləndirən deməzdim də, əksinə mənə daha çox xoş təəssürat bağışlayır. Uşaqlarımızın sərbəst fikrini ifadə edə bilməsi. Düzdür, yəni bağça mühitindən gələn uşaqlarda bu daha çox olur. Uşaqlar daha səmimi, daha belə deyək də, yəni açıq sözlü, fikrini daha rahat ifadə etməsi. Bu əvvəlki illərdə bu qədər deyildi. Mənə elə gəlir ki, indi son illərdə daha yaxşı formalaşıb bu artıq. Bu da belə deyək, öyrənmə çətinliyinin aradan qalxmasına gətirib çıxarır. Yəni bir neçə il bundan öncəki nəsillə müqayisə edəndə uşaq bilmirdi və bilmədiyini soruşmağa ürək etmirdi qorxu səbəbindən ki, deyərəm, müəllim mənə ağır cavab verər və yaxud da nə bilim şillə gələr və s. Amma uşaqlarda artıq bu ifadə etmə azadlığı yarandığına görə artıq o disleksiya, yəni öyrənmə çətinliyi də yavaş-yavaş aradan qalxır. Yəni həqiqətən də danışa bilən bir kiminsə övladı varsa, fikrini rahat ifadə edə bilən bir övladı varsa, o valideyn sevinməlidir. Yəni ən azından nə istədiyini bəli. ifadə edir. Doğrudan bəli. Çünki həmişə belə bir problem vardır. Deyirlər ki, uşaqdan soruşursan və o fikrini düzəməlli formalaşdırıb cavab verə bilmir. Həmişə deyirlər ki, məsələn, başqa məsələn, rus dilində və yaxud da ingilis dilində, türk dilində olsun,
baxırsan ki, hər hansı bir, nə bilim, sosial şəbəkədə və yaxud da televiziya kanalında uşaqdan fikrini soruşurlar və o çox sərbəst formada danışır. Bizim uşaqlar da çətinlik çəkirlər. Daha çox belə söz tapmağa, söz bazaları zəifdir, amma yaxşı ki, indi belə nəsil yetişib və onlar öz fikirlərini ifadə edə bilirlər. Aygün xanım, adətən necə olurdu biz, yəni bir 20-30 il bundan əvvəli məktəb dövrünə qayıtsaq? Müəllimlərin sinifdə favorit, yəni şagirdləri olurdu, sevimli şagirdləri, əlaçılar, ilk partalarda oturanlar və sanki dərsdə onlara izah etmək baxımından keçilirdi. Çünki yəni o biriləri ümidsiz formada, yəni ən arxa partada oturanlar ümumiyyətlə yəni yaddan çıxırdı. Digərləri də ümidsiz formada da 3-4 ilə oxuyanlar belə deyim. Hə, mən bir də 9 ballıq sistemdən təhsil almışam, o da deyim. Yəni bütün nə mümkündürsə təhsil prosesində hamısından keçmişəm və ilk partada oturanlarsa onlar favoritlər idi. Onlar müəllimlərin sevimliləri idi və müəllim də dərsi başa salanda, dərsi izah edəndə sanki onlar başa düşdüsə vəssalam, deməli hər şey qaydasındadır. Missiya yekunlaşıb deyirdi. İndi bizə dərs deyən müəllimlər həm də bizim valideynlərimizə dərs deyən müəllimlər idi, nəzərə alsaq yaş baxımından. İndi isə tamam fərqli bir nəsil gəlib. Yəni də milleniallar və hətta daha gənc nəsil də 90-lar nəsli də bu gün müəllim kimi çalışır məktəbdə və sanki özlərinin vaxtı ilə o kompleks yaradan səbəblərini indi müasir şagirdlərə tətbiq etmək istəmirlər. Və bir də Aygün xanım, məncə pedaqoq, müəllim bütün şagirdlərə biraz doğması kimi də yanaşmalıdır. Yəni sadəcə bir iş kimi yanaşmamalıdırlar ki, bu gün gəldim, 35 nəfərdən ibarət bir sinfi yola verdim, kobud şəkildə desəm və digər 35 nəfərdən ibarət bir sinif gələcək. Hər bir şagirdə individual yanaşmalıdır. Nə qədər təəccüblü səslənsə də, biz müasir dövrdə nə qədər bu dövrün zamanın tələbindən irəli gələn qaça-qaçda olsaq da, nə qədər texnologiyaya bağlı bir ömür yaşasaq da, İnsan ünsiyyəti heç kim ləğv eləməyib və insan ünsiyyətinə həmişə ehtiyac olacaq. Empatiya hissi. Yəni kiminsə halına acımaq və kiminsə başa düşmək. Bax, bayaq dediniz ki, mən mütləq ayrılıqda şagirddən soruşacağam ki, nə baş verib? Bugün sənin səs tonun biraz mənim xoşuma gəlmədi və yaxud da kimsə keyfsiz olanda siz onu hər gün görürsünüz, onu çox yaxşı tanıyırsınızsa, dərhal başa düşəcəksiniz onu. Xüsusilə də məncə uşaqlarda ümumiyyətlə emosiyanı gizləmək yoxdur. Siz o dəqiqə başa düşəcəksiniz ki, onlar elə emosiyalarını gizlətməyi öyrənməyiblər, o mərhələyə gəlib çatmayıblar. Və kənara çəkdiniz məsələn şagirdi, onun problemləri ilə maraqlandınız. Bir psixoloq kimi o problemlərin öhdəsindən necə gəlirsiniz? Valideyni dəvət edib valideynlə bu mövzuda söhbət aparırsınız və yaxud da bir pedaqoq kimi fərq etməz. Sizin də iki ixtisası özünüzdə birləşdirmişsiniz, ona görə soruşuram. Yəni şagirdin psixoloji problemlərini, məsələn dərsi pis oxuyursa və yaxud da pedaqoji problemləri kiminlə müzakirə edirsiniz? Özünə deyirsiniz ki, düzəltsin bunları, yoxsa valideyni çağırıb necə izah edir? Çünki valideynlər də bəzən elə ola bilər ki, onlara nəsə izah etmək də ayrıca bir problem olsun. Bu da faktdır. Bəli, ümumiyyətlə belə bir problem aşkarlayanda əlbəttə ki, sinif daxilində edə biləcəyim hər bir şey edirəm ki, o uşaq təhsil alsın. Məsələn, elə bir uşaq olur ki, məsələn, arxadadır da, çox dəcəldir. Onu mütləq önə gətirirəm. Çünki adətən elə uşaqları arxaya ötürürlər ki, qarşıda sinif dərs mühitinə mane olmasın, amma mənim dərs metodikamda uşaqların yeri ön partalardır və gözümün qabağıdır. Yəni başınızın dinc olmağını siz qəbul eləməyin. Əksinə problemi göz önünə qoyursunuz. Bəli, həmin o problemli uşaqlar indi valideynlər də bilir hər zaman ki, yəni bizim sinifdə onların yeri ön partadır, ön sıradır, ən çox da gözümün qabağıdır. Yəni orada mümkünatı yoxdur ki, o dərsdən qopsun, belə deyək də, yəni başa düşülən dildə. Dərsə fokusunu cəmləyə bilməsin. Mümkünü yoxdur. Onun hər diqqəti hər daim mənim üzərimdə olur və belə-belə get-gedə artıq vəziyyət düzəlir. Özünü idarə etməsini artıq fikir verir. Arxada qalmışdı, o ətrafı da onu söhbətə cəlb edirdi də, belə deyək. Amma öndə artıq yaxınlığımda ona imkan yoxdur. Bəli. Bəli, bu şəkildə yəni aradan qaldırma üsullarından sadəcə belə deyək də, yəni xırda və sadə olanını sizlə bölüşürəm. Elə bir uşaq olmayıb, elə bir şagirdim olmayıb ki, yəni sinif daxilində biz onu ram edə bilməyək və yaxud da idarə edə bilməyək. İdarə olunublar, amma zaman-zaman yəni valideynə məlumat hər zaman ötürmüşük. Yəni üçbucaq şəklində işləmişik, mütləq şəkildə. Yəni hər zaman keçən dəfə də valideynlərindən birinə deyirəm ki, yəni mənim işim valideynləndir də. Yəni sizin övladınız mənim yanımdadırsa, mənim bir əlim sizin yaxanızda olacaq. Bunu bilin hər zaman ki, yəni mən sizi məlumatsız və xəbərsiz saxlamayacağam. Elə olub ki, məsələn 5 yaşlı bir sinif idarə etmişəm, ora hər gün səslər atmışam, hər gün məlumatlar. Dərs necə keçildi, bu mövzu necə öyrənəcək və yaxud da öyrənə bilmirsə
mənlə əlaqə saxlayın, başqa metodlar deyək, başqa. Yəni mütləq valideynlə əlaqə saxlamaq mənim işimin öncəliyidir. Mütləq surətdə. Yəni burada əgər məktəbdə mənim yanımdadırsa, evdə də valideynin yanındadır. Mən çox şahid oluram, deyirlər ki, evdə səsimiz hara qalxır, biz dərs oxuyanda necə olur və yaxud da hansısa problemini aradan qaldıra bilmirik. Onların hər birini deyirəm ki, mənə deyin, oturaq fikirləşək birlikdə. Ona bir çözüm yolu, bir çıxış yolu tapaq, birlikdə tapaq. Yəni mütləq müzakirə olunmalıdır. Yoxsa ki, mən məktəbdə dərsimi keçim, gedin evə, o siz demişkən missiya tamamlandı. Valideyn də çantasını taxdı uşağın çiyninə, yeməyini verdi, qarnını doydurdu, yola saldı. Yəni bu yenə də robot mexanizmidir də işləyir arada. O hissiz, duyğusuz, o bir-birimizlə biz gedişatımızı bölüşməsə, inkişafımızı da yəni izləyə bilmərik. Orada inkişafdan ümumiyyətlə söhbət gedə bilməz. Mütləq valideyn hansı işi görübsə evdən mənə bildirməlidir. Mən də burada hansı işi görmüşəmsə ona bildirməliyəm. Əgər telefonuma baxsaz görərsiniz ki, bütün şagirdlərin hər birinin valideyni ilə hər gündəlik əlaqə saxlayıram demək olar ki, yəni ehtiyac olduqca, problem olduqca və yaxud da tutaq ki, heç problem yoxdur, hər bir şey çox yaxşıdır, problem vardı. O yaxşını da bildirmək lazımdır. Yəni valideyn düşünməsin ki, yəni müəllimdən səs gəlib ancaq şikayət göndərib də mənə. Yəni o səsi də günlərlə bəzən görürsüz ki, açmaq istəmirlər, amma açanda görürlər ki, burada yaxşı mətn var artıq. Belə, yəni ki, valideynlə təkcə problem olanda yox, hər gündəlik, hər vaxt əlaqə saxlamaq lazımdır. Xüsusən valideyn iclaslarını məsələn kütləvi etməmək lazımdır. Məsələn, biz adət etmişik ki, yəni göz açıb belə görmüşük ki, valideyn iclasına 35 nəfər dəvət edirlər. Əlinin də problemini orada müzakirə edirlər, vəlinin də problemi, qüsurları, valideyn orada utanır. Yəni belə bu şəkildə valideynin məktəblə əlaqəsi itməyə başlayır. Ona görə də o problemləri qəti şəkildə, yəni iclaslarda müzakirə etməmək lazımdır. Hər bir kəsin, məsələn deyək ki, əli ilə bir problemimiz var, mütləq şəxsi də valideynin özünə təklikdə bildirmək lazımdır və bunu valideynin özünə vurğulamaq lazımdır ki, yəni kütləvi biz bu məsələni açmayaq. Sinif mühitində, hər kəsin içində bunu deməyək. Yəni bu bilir, ona deyir, özünüz bilirsiniz də, yəni cəmiyyətimiz bu şəkildədir. Yəni o problem yarananda artıq o dillərə düşəndə xoş olmur. İstər-istəməz onu gizlətmək mümkün olmur. Yəni biz bir fərdi, şəxsiyyəti ancaq bu cür xilas eləyə bilərik. Aygün xanım, istənilən idarə etmənin klassik metodu var da. Rus dilində buna knut и пряник deyirlər. Yəni bizim dilimizdə qamçı və şirniyyat metodu. Əgər kimisə təltif etmək varsa, hansısa bir gözəl işinə görə, mütləq kimisə mənfi bir işinə görə də cəzalandırmaq lazımdır. Çünki cəzalandırmasaz bu mümkün deyil. Yəni orada heç bir inkişafdan və heç bir, mən sırf məktəbə aid edirəm, heç bir təhsildən, tədrisdən söhbət gedə bilməz. Mütləq şagird öz səhvini anlamalı və onun üzərində onu düzəltmək üçün çalışmalıdır. Cəza metodlarınız və təltif metodlarınız haqqında istəyirəm qısaca danışaq. Necə cəzalandırırsınız bəs şagirdləri? Cəza deyərkən ümumiyyətlə bizim kurikulumda nəzəriyyələr var. Orada neqativ və müsbət, pozitiv gücləndirmələr və belə deyək, azaltmalar var orada. Neqativ olduqda, məsələn, biz görürük ki, yəni çox davranışla bağlı hər hansı bir yəni narazılığımız var uşaqla. O zaman deyək ki, biz hansısa bir tədbirə gedəcəksə, təbii ki, düzdür, aparırıq aparmağını, amma yəni bir şəkildə deyirik ki, məsələn, deyək ki, burada davranışında nəsə problem olan uşaqlar orada iştirak etməyəcək. Bunu uşağın özünə birbaşa demirik. Sadəcə ümumi bir formada deyirik. Öncədən, məsələn, sinif qaydaları olanda, öncədən uşaqların nəzərinə çatdırılanda artıq o davranış mexanizmi də burada tənzimlənir. Mükafat sistemi də belə deyək bizim nağıl kitablarımızdır, hər zamanki kimi. Sinifimizdə məsələn deyək ki, medallar qazananlar olurdu və hər hansı yarışmada fərqi yoxdur. İdman yarışları da ola bilər, şahmat ola bilər, hər hansı bir olimpiyadalar ola bilər, orada sertifikatlarını gətirirdilər. Təbii ki, uşaq bunları ilk müəllimləri ilə də bölüşmək istəyir və mən onları heç vaxt əli boş yola salmırdım, maddi də olsa. Çünki o müəyyən bir o maddi təminat da uşağın zövqünü oxşamalıdır ki, və bundan ötürü hər biri sanki yarışa girirdilər ki,
mən nəsə qazanım və müəllimimdən o kitab hədiyyəsini alım. Mənim şkafım hər zaman dolu olurdu o nağıl kitabları ilə. Hər zaman da gedəndə rastıma çıxdıqca maraqlı nağıllar alırdıq və dərsimizdə boş zamanlarımız olanda hər zaman o mütaliəyə yer ayırırdıq. Bizim müsbət gücləndirməmiz bu formada olub siniflərdə və mənfilərimiz də ancaq o tədbirlər formasında olub. Bəzən də tapşırıq cəzası olub, belə deyək, biraz ağır da olsa. Məsələn, görmüşəm ki, tapşırığı yazmayıb və yaxud da az yerinə yetirib ya yerinə yetirmək istəmir. Sadəcə sözlə bunu bildirmişəm ki, əlavə 2 tapşırıq da sənə, məsələn, deyək ki, cəza olaraq verəcəm. Belə bu şəkildə. O zaman bu çox yaxşı metoddur ya. Yəni küncə qoymamısınız, sinif otağını süpürgəni verib deməmisiniz ki, buranı təmizlə. Bu çox yaxşı bir şeydir. Yəni bir tapşırıq etməyən özü üçün böyük bir problem hesab edəcək ki, bunu mən hələ birini eləməmişəm, durub ikisini də eləməliyəm və təbii ki, növbəti dəfə çalışacaq ki, tapşırığını yerinə yetirsin. Bu çox gözəl metoddur Gün xanım. Mən arzu edirəm ki, sizin cəzalandırdığınız cəza metodları tətbiq etdiyiniz şagirdləriniz həmişə az olsun. Yəni bir-iki nəfər dəcəlsiz mümkün deyil, mütləq olacaqlar, amma az olsunlar və daha yaxşı olmağa çalışsınlar. Əsas olan budur. Bizim də yəni pedaqoqların ümumiyyətlə əsas məqsədi nədir? Şəxsiyyətin düzgün istiqamətdə formalaşdırılması və sabah cəmiyyətə normal, sağlam, psixikalı bir insanın təqdim olunması. Gün xanım, təşəkkür bildirirəm sizə ki, gəldiniz. Məncə çox maraqlı söhbət alındı və verilişimizin ənənəvi sualı var, onu sizə də ünvanlayacağam. Əgər zaman maşını ixtira olunsaydı, hansı dövrə səyahəti seçərdiniz? Keçmişə gedərdiniz, indiki zamanda qalardınız, yoxsa gələcəyə gedərdiniz? Zaman maşını ixtira olunsaydı, əslində hər anın öz gözəlliyi var. Yəni bu anı doya-doya yaşamaq ən gözəlidir. Düzdür, gələcək də maraqlıdır, amma yəni bu anda qalmaq ən gözəlidir. Çünki zaman özü bizə doğru gəlir. Düşünürəm. Psixopedaqoq Aygün xanım Əliyeva bugün mənimlə həmsöhbət idi. Minnətdaram sizə ki, gəldiniz. Dəvətiniz üçün. Sağ olun. Əziz dinləyicilər, yenidən eşidilmək ümidi ilə özünüzə və planetə yaxşı baxın deyirəm.